Yaşayır çoxlar əgər bir nazlı dilbər eşqinə. Sanaram mən də günü Allahu Əkbər eşqinə. Başımı gəzdirmirəm dinarə sultan olmağa. Başımı mən saxlaram hu qaşlı əfsər eşqinə. Mənimə ehsan elə ya Rəbb, məni qılma zəlil. And verdirəm səni Zəhra-i Ətər eşqinə. Heydərin ya Rəbb, qəbul et bu arıq qurbanını. Heydərin ya Rəbb, qəbul et bu arıq qurbanını. Qanını axtırdığı bu qanlı dəftər eşqinə. İlahi həkim şaha dedi, bu azarlı qızın yan yövrəsində gəl-get olmasın. Asmağa halsız qıza qalsız qulaq, olmasın dərlə duvarlarda qulaq. Ev boşaldı, qalmadı bir baş çəkən, qaldı bir qız, bir həkim, bir də ləyən. Həkim onu dilə tutdu. Yumşaq asta soruşdu şəhrini. Şəhrini bilməklə bilsin dərdini. İbn Sina deyir ki, hər yerin azarı, o yerin bitkiləri və göyənəntiləri ilə toxtayar. Misal üçün, Şirazda ələ gələn kəhliyotu, Azərbaycanda bitən kəhliyotuna bənzəsə də, Azərbaycanlının dərdinə bu əmdir, nə o? Həkim iynənin ucu ilə ayağa batmış tikanı ehmal çıxardan kimi xəstə qızın ruhunun ayağına batan tikanları bir-bir çıxardırdı və onun dilindən söz çəkirdi. چون کسی را خار در پایش خلد پای خود را بر سر زانو نهد. Tablodur, ha, bu gözəllik tablo yaranmayıbdır. Ayağın dallar eşən bir kimsənə ayağın ehmal qoyar diz üstünə, tikanı iynə ucu ilə axtarar. Tikanı iynə ucu ilə axtarar, tappasa ağzın suyu ilə yaşlayar. Olsa barmaqda tikan bunca çətin, qəlbidə olsa olar 100 qat yəqin. Mevlana Rafail tablosu, Leonardo da Vinci tablosu yaradıb ha-vaqən. Aşıqlı Kərvan mənzuməsində iqtidarlı şairimiz Məftun Əmini deyir, necə yerləşdi daşlar Tirkəmanda. Bu afət yağmamışdı heç zamanda. Su damdan damsa asandır əlacı. Amma mən neynəyim gözdən damanda. Roman Roland Canişifdə adlı romanında belənki bir söz vardı o romanda. Sənin iməhləyən uşağın ağzına bir düyməni qoyur və onu udur. Sən çomaq səni itirirsən və onu döktürürlərin qapısını gəzdirirsən. İndi buyur görək, minlər və minlər udulan söz, qaxınc, tənə, kinə, söz atma düymələrini udanları necə? Onlar içərilərdə qalıb yaman yaraya çevrilməsinlər, onları qaytarmağa hazırlanan dava hanı? Bir uşaq səhər evdən çıxanda anası soruşur, elə bil halım bir təhərdir, xoş deyil. Uşaq dönür, deyir, halım xoşdur. Ana dərdi düz oxuyubdur, ya uşaq yalan deyir. Ana dilsiz dərdin dilini balasının üzündə oxudu. Uşaq əmma öz yanında onu yozdurdu. Diribaş serkə kimi cütgüldəşən və bir deyib mingülən uşaq birdən-birə dinməz olur. Demişlər, cibinə daş atılır. Qədim zamanlar
Çox danışan uşağın cibinə bir daş atarmışlar. Ta qonaq yanında onun ağırlığını görüb yadına düşsün ki, artıq danışmasın, çox danışmasın. Parantez arasında bir sözdür. Ata, ana, müəllim, böyük başlar uşaqdan soruşmadan ki, nəyindir? Onu təhqir eləyirlər, çikildirlər, yar yoldaş onları tapdayır. Gəlib gedən yan yövrə, iynənin üstündən onun ruhuna sancırlar. Cavanların başları niyə 20 ilə 30 arasında ağarır, cavan baş gilinə torpağa, ya torpağa, cavan baş gilinə, ya torpağa, yerihləyən boylu arvad kimi, dərdə boylu olur və tüstüyə yerihləyir. Səddan kimi bir quldur, o biri ölkəyə yersiz yerə axın edir. O birisi şimyai bombalarla Əfqanistana və dünyanın o biri qatına təməddün daşıyır. Və başdan qalaq qurur. Niyə? Ya onun samanı artıq düşübdür, ya da ki, olduğu yerin adamı deyil, ya da ki, onda olmayan yox kəramətlərə görə, yox kərəmini dərya görsədənlər vardır. Birdən-birə baxışa duman kökür və göz yaşları inci kimi kipriklərə düzülür. Hanki bir görünməz dəryadan yağır bu yağış. Su damdan damsa asandır əlacı. Amma mən neynəyim gözdən damanla. Kilaslarımın birində danışçılara, tələbələrə ünvan elədim ki, bugünün dərsi göz yaşıdır. Dərsin adı mükalimə-i mövzui idi. Fikirlərimizi bir elədik. Göz yaşı bir məlum həcmidə olan sudur ki, gözdən süzür və elə ki, onun ağırlığı artır, yuxarıdan ənən yağış kimi şəkil tapır və damır. Dönüb soruşdum. Əgər 10 damcı göz yaşını ayrı-ayrı coğrafiyalarda və zamanlarda ayrı-ayrı azımayiş eləsək, göz yaşının haqqında bizim məlumatımıza nəyi artıra bilər? Hamılıq cavabımız bu oldu ki, şayət bir qətrə ayrısından biraz şorraq oldu. Dedim, bizim göz yaşının haqqında bilgimiz bundan artıq bir zat ola bilməz. Məlumun yolu burada bağlanır. Amma damlayan gözyaşlarının hər birinin bir nağılı vardır ki, təəssüflər olsun. Onların yazılmalı ağ dəftərləri həmişə yazılmamış qalır, ağ qalır və qalıbdır. Soğanın acısından törənən, yetim bir uşağın gözündən süzən, ya bir qarabaxtın kipriyinə düzülən yaşların bir-birilərinə oxşarları yoxdur. O kimdir ki, bunca dərdlər dəryasından yola süzən, damlaların oxunmaz məsnəvisini oxusun və oxutdursun. O göz yaşını ki, sən istəyirsən, hamılar onu görsünlər və o yaş ki, onu gizlədirsən, məgər birdilər. Şovq ilə həsrət zamanının damlaları bir boyda olsalar da, yasınan toy kimi bir-birisindən ayrıdırlar. Ey özünü həkim başı tanıttıran, sənin niyyətinin xeyr olmasında heç şək yeri yoxdur. Amma hansı yollar ilə, hansı bir şəraitdə və nə təhər bu xeyri xəstə birisinə çatdırmaqda söz yeri vardır. Hansı yollar ilə bu xeyri xəstəyə çatdırmaqda söz yeri vardır. Əzizlər,
Şeytan zirəhdir, tülüdür. O insanın vücudunda insanın zəfirlərini yaxşı tanır. Yerini yaxşı tanır. Cummalı yerləri də yaxşı tanır. Onlara tanışdır. Sən xeyri, həlalı sevdiyinə işdirməyin yolunu başarmayırsan. Amma gərək başarasan, günahdır başarmamaq. Şeytan amma zəhri, şərri dadızmaqda, işdirməkdə o yolunu başarır, başdır, tanışdır. İki dənə mövtəniyi həyətimizin duvarına ağnayıbdır. Birisinin yarpaqları yamyaşıldır və üzə gülür. O biri möv amma eyni məyir. Ağacın dərdini bildirməyə dili olmasa da, boğqan onun səssiz dilini oxuyur. Və onu olduğundan olmaz edən illəti tapır və harayına durur. Amma həmin bu boğqan, bu insan ki, özü yaranışın, üzüyünün müqəddəs qaşıdır, özünün yarası irinləyir və dərdi əmsiz qalır, davasız qalır. İlan vuran kimi qıvrıxır, açılır, bükülür, məhəbbətə susuzdur. Xısın ağlamaqlarını bir gözü bilir, bir ətəyi, dətlərinin bağlı buxçası açılmaz qalır. Qəm qurdağı al bənizini yalayır, saralır, solur, amma Adəm ovladının tənəsinin qorxusundan dərdini açıb ağardanmayır. Əzizlərim, saralıb solan təhcə kənizək deyil, o bizik, o sənsən, mənəm, hamımızın üzümüzdə niqab vardır və o buna xatirdir ki, ilahi mənimizi görsədən aynamızı sındırmışıq. Bu bəhsin ardı vardır. Hələlik sağ qalın.